Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərova. Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası bugün yola salınıb. Məlumata görə 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton yanacaq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarı ilə axşam saatlarında Ağstafa rayonundan Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük oradan isə Gürcüstan ərazisi ilə tranzit keçməklə Ermənistana göndəriləcək. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Qubada dəhşətli yol qəzası baş verib. Quba Xaçmaz marşrutu ilə hərəkət edən sərnişin avtobusu Heydər Əliyev prospektində ana və övladını vurub. Quba rayon mərkəzi xəstəxanasına verilən məlumata görə həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında Qarabağın rəqibi olan Eintracht klubunun azərkeşlərinə qadağa tətbiq edib. Belə ki, Almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq. Buna səbəbi isə onların ötən tur Barselona ilə keçirilən səfər maçında pirotexniki vasitələrdən istifadə etməsidir. Qeyd edək ki, Qarabağ Eintracht maçı yanvarın 21-i saat 21:45-də keçiriləcək. Ukrayna prezidenti Volodymyr Zelenski Rusiya ilə mümkün sülh danışıqları barədə diqqət çəkən açıqlama verib. Zelenski bildirib ki, Rusiya Avropa ölkələrinin sülh danışıqlarında iştirakını istəmir və bu niyyət reallaşmamalıdır. Onun sözlərinə görə danışıqlar prosesində Avropanın mövcudluğu Rusiyanın Ukraynaya qarşı yenidən hücumlara başlamasının qarşısını ala bilər. Ukrayna lideri eyni zamanda vurğulayıb ki, yaz aylarına qədər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya maliyyə tranşı ayrılmasa, Kiyev dron istehsalını əhəmiyyətli dərəcədə azaltmağa məcbur qalacaq. Biz dondurulmuş Rusiya aktivlərini tələb edirik. Əgər bu imkan əlimizdə olsa, danışıqlar masasında daha arxayın mövqe sərgiləyə bilərik, deyə Zelenski qeyd edib. Dekabrın 19-una gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.